Hər kəsə salam. Bir neçə gün öncə dərsimizdən bir kiçik parça paylaşmışdım və çox saylı mesajlar aldım ki, forma haqqında ətraflı məlumat verərdiniz və yaxud videonu axıra qədər paylaşardınız, məlumat alardıq və s. tipli. Ona görə qərara aldım ki, məlumat xarakterli videolarda paylaşım. Mövzumuz sanat allegrosu idi, sanat allegro forması idi və bu barədə istəyirəm daha ətraflı bir məlumat verim sizlərə. Bəlkə attestasiyaya hazırlaşan müəllimlərə, qəbula hazırlaşan uşaqların köməyinə çatar. Belə ki, sanat allegro forması 3 hissəli mürəkkəb formadır. Demək olar ki, ən mükəmməl formalardan biri hesab olunur və adətən simfoniyanın, sanatanın, kvartetlərin birinci hissəsində istifadə olunan bir formadır. Sanat allegro forması öz daxilində 3 hissəyə bölünür. Burada birinci hissə ekspozisiya, ikinci hissə işləmə və üçüncü hissə reprizadır. Ekspozisiya da öz tərkibində kiçik 4 hissəyə bölünür. Bunlardan əsas mövzu və köməkçi mövzudur və əlavə olaraq kiçik hissələr də var ki, burada tamamlayıcı və bağlayıcı hesab olunur. Əsas mövzu adətən əsas tonallığın tonikasında verilir. Tonika akordu ilə başlayır, tonika hissəsi ilə başlayır və s. belə deyə bilərik. Əsas tonallıqda verilir. Daha zirək olur, daha dinamik olur. Adından da göründüyü kimi allegrodur. Köməkçi mövzu nisbətən, əsas mövzuya nisbətən daha lirik xarakterli olur, daha yumuşaq olur və adətən minor tonallığında, adətən dominanta tonallığında olur. Həmin əsas tonallığın dominantasında verilir. Burada bağlayıcı hissə nədir? Bağlayıcı hissə əsas hissə mövzu ilə köməkçi mövzunun arasında kiçik bir 3, 4, 5 xanəlik təxminən ola bilər, biraz az və ya çox da ola bilər, kiçik bir hissədir. Hansı ki, hissələr əsas partiya və köməkçi partiya arasında bir bağlayıcı rol oynayır. Daha sonra tamamlayıcı hissə var burada, hansı ki, əsas mövzu, bağlayıcı, köməkçi mövzu istifadə olunandan sonra sanki ekspozisiya hissəsini bağlamaq üçün istifadə olunur. Kiçik, yenə də kiçik bir formadır. Ekspozisiya mövzusu adətən dominanta akordu ilə bitir, tam kadansla bitmir. Daha sonra işləmə hissə gəlir. İşləmə hissəsində əsərin əsas və köməkçi parçasında istifadə olunan bütün mövzular ətraflı daha, necə deyək, genişlənmiş formada da verilə bilər. Mövzuların motivlərindən istifadə olunaraq fərqli maraqlı keçidlərdən, modulyasiyalardan bəstəkar burada istifadə edir. Artıq burada həm əsas, həm köməkçi partiyanın mövzuları demək olar ki, bir-birinə qarışıq, təzadlı şəkildə istifadə olunur və əsərin ən dramatik yükü, demək olar ki, əsərin ən mükəmməl hissəsi məhz işləmə mövzusuna, işləmə hissəsinə düşür. Bir növ buna həm də əsərin kulminasiya hissəsi də deyə bilərik. Bütün dramaturji ağırlığı özündə cəmləyir. Bundan sonra artıq gəlir repriza hissəsi. Repriza əvvələ qayıdışdır. Bu eyni ilə olduğu kimi də qayıda bilər, biraz fərqli formalarda da qayıda bilər. Məsələn, güzgülü repriza formasının, yəni forma daxilində güzgülü reprizanı da biz misal göstərə bilərik. Güzgülü repriza nədir? Birinci köməkçi mövzunun hissəsi gəlir, yəni materialı istifadə olunur. Daha sonra əsas mövzunun, əsas partiyanın mövzularından istifadə olunur. Bu halda artıq biz buna güzgülü repriza dedik. Amma normalda, yəni əsas tonallığa qayıdır. Ola bilər ki, minorda da verilə bilər, yəni biraz dəyişilmiş formalarda da verilə bilər, amma mövzunun, belə deyək, partiyaların, o mövzularından çox da kənara çıxmır. Tonallığını dəyişə bilər, müəyyən qədər hardasa kiçik dəyişikliklər verə bilər, amma mövzu tanınacaq şəkildə olur. Və demək olar ki, artıq əsəri bitirir, kodaya doğru yaxınlaşır və daha sakit, belə deyək, o dramaturji ağır hissədən sonra artıq əsəri sakitləşdirir, belə deyək, reprizanın hardasa sonluğuna doğru. Bundan da əlavə əsərdə giriş və koda hissədə ola bilər. Bu, ümumilikdə bütün sanata allegro formalarında olacaq deyə şərt deyil. Bəstəkarın istəyindən asılı olaraq istifadə edənlər də var, etməyənlər də var. Belə mən bir nümunə istəyərəm işləmək bugün. Mozartın fa major sanatasının təhlilini istəyərəm danışmaq. Növbəti videoda onu paylaşacağım. İzləmədə qalın.